Hər vaxtınız xeyir olsun. Allahın salamı olsun üzərinizə. Bugün mən heyva cemi təqdim edirəm. Heyva cemini necə hazırlamışam sizinlə bölüşmək istəyirəm. Gördüyünüz kimi kıvamı da çox gözəldir. Yaxından göstərmək istədim ki, doğrudan da gözəl bir cem alınır. Bu resepti sınamağa dəyər. Və həqiqətən də çox gözəl bir heyva cemi oldu. Bu cemi istər səhər yeməyində, istərsə də bütün növ şirniyyatlarda rahatlıqla istifadə etmək olar. İndi isə keçirik hazırlanma qaydasına. Heyva cemi hazırlamaq üçün gördüyünüz kimi heyvaları yumuşam, bu qaydada doğramışam və yenidən yumuşam. Fərqi yoxdur, standart və yaxud da necə doğrayasınız, onsuz da blenderdan keçirəcəm. İndi isə burada 4 kiloqram yarım heyvanın üzərinə təmiz çəkisi olan, yəni təmizlənmiş heyva 4 kiloqram yarımdır. Hər kiloqramına 2 stəkan su əlavə edirəm. 3, 4, 5, 6, 7, 8 və 9 stəkan su əlavə etdim. Gördüyünüz kimi belə əydikdə belə kənarlarından belə görsənir su. Mən heyvam həqiqətən də bağımızın heyvası çox yumuşaq olduğu üçün mən suyu az əlavə edirəm də 2 stəkan. Amma sizdə heyva əgər sərt olsa, o zaman siz 3 stəkan əlavə edin. Göstərmək istəyirəm ki, necə yumuşaqdır, baxın. Heç güc tətbiq etmədən heyvanı doğramaq olur. Ona görə çox yumuşaq olduğu üçün 2 stəkan əlavə edirəm. Və ağzını qapaqla bağlayıb pişməyə qoyuram. Heyva qaynayır. Ağzını bağlamışdım. Sadəcə açdım ki, qarışdırım. Artıq yavaş-yavaş yumuşalır. Tam yumuşalana qədər pişirirəm. Elə ki, blenderdan çox rahat keçirmək olsun. Artıq heyvalar tam bişib. Gördüyünüz kimi qaşıqla da qarışdırıb yoxlayıram. Görürəm ki, tam bişib, deməli blenderdan keçirə bilərəm. Blender olmayanlar isə ocağın altını söndürüb, soyuduqdan sonra aş süzən deyirik biz. Aş süzəndən keçirib, sonra yenidən qazana əlavə edib, şəkərini də əlavə edib pişirə bilərlər. Məndə isə ocağın xodunu alıb, heç altını söndürmədən belə dəmir başlıqlı blenderdan keçirirəm. Tam şəkildə əzilənə qədər blenderdan keçirməkdə davam edirəm. Artıq hazırdır. Gördüyünüz kimi tam əzildi. Və artıq şəkər tozunu əlavə edirəm. 4 kiloqram yarım heyvaya 3 kiloqram yarım şəkər tozu əlavə etdim. Və qarışdırıram. Gördüyünüz kimi, yəni ilk öncə qarışdırıb sonradan ocağa əlavə edirəm. Bu aşamada qeyd etmək istədiyim bir şey var. Mənim də ilk dəfə sınaqdan keçirdiyim çox maraqlı bir proses var. Dəmir cem ki qaynayanda kənara sıçrayır. O elə olmasın deyə belə bir üsul görmüşdüm bir yerdə. Dəmirin üzərinə duz əlavə edirik və sonra qazanı ora yerləşdiririk. Və sonra bişməyə altını yandırırıq. Həqiqətən də dedikləri kimi də var. Doğrudan da duz əlavə edib dəmirin üzərinə qazanı orada bişirdiyimiz zaman cem qaynadıqda belə fokur-fokur qaynadığı zaman kənara sıçramır. Çox rahat bişir. Bu demək olar ki, cem bişirən adamların, hamı bilir ki, kim ki cem bişirir, onların hamısının ən böyük demək olar problemi odur ki, deyirlər ki, məsələn, cem qaynadığı zaman kənara sıçrayır. Və əlbəttə ki, mən özüm də hər zaman hazırlayanda, yəni bu duz olayını bilmədən öncə məndə də elə olurdu. Amma bu dəfə həqiqətən çox rahatlıqla bişirdim, sınamağınızı məsləhət görürüm. Artıq cemdə az qalıbdı bişməyə, amma əlimizi çəkmək olmaz. Tez-tez qarışdırmalıyıq ki, dibi yapışmasın.
Bu aşamada qeyd etmək istəyirəm ki, kanalımı izləyən, dəstək olan, abunə olan və hər dəfə mənə şərh bölməsində öz fikirlərini yazan hər kəsə xüsusi təşəkkürümü bildirirəm. Dəstəyiniz üçün minnətdaram. Kanalıma yeni qatılan insanların da yeni videolardan xəbərdar olması üçün abunə olmasını xahiş edirəm və bəyənməyi, mümkünsə şərhi olmasa belə bir emoji belə olsa, yəni şərh bölməsinə ata bilərsiniz. Fikrinizi, təəssüratlarınızı bölüşə bilərsiniz. Gördüyünüz kimi cem rahatlıqla qaynayır, amma heç bir yerə sıçramır. Bu da bu il öyrəndiyim bir şey oldu. Həqiqətən də sizə də tövsiyə edirəm. Nə zaman ki belə qaynadığı zaman göz yerlər açılır deməli hazırdır. Altını söndürürəm. Sağ olun, gələn görüşlərə qədər.